TVNet-ə qoşulun. 130-dan çox sili kanalı və Avropanın populyar çempionatlarını Smart TV-də, planşetdə, smartfonda istənilən yerdə izləyin. Ətraflı məlumatı tvnet.az saytından və ya 055 500 53 35 WhatsApp nömrəsindən ala bilərsiniz. Axşamınız xeyir olsun. Qarabağ CSKA oyununa təsis olunan mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçək. Axşamınız xeyir olsun, salamlarım müəlliminizi və qonaqlarımı salamlayıram. Xoş gəliblər Sofiyadan, bizim gözəl Bakımıza. Və oyuna gəldikdə elə ilk dəqiqələrdən gərgin oyun oldu. Çox yaxşı orqanizasiya olunmuş bir komandaya qarşı oynayırdıq və çox istəkli bir komandaya qarşı oynayırdıq. Və hansı ki, birə-bir mübarizələri yaxşı yerinə yetirə bilən bir kollektivə qarşı oynayırdıq. Düzdür, bəlkə biraz baxımlı oyun alınmadı, amma ümumən bu oyun hər iki komanda üçün demək olar tanışlıq idi. Ümumən bu komanda biraz rəqib komandanın işini biz daxil olmaqla çətinliyə salır. Niyə? Çünki rotasiyaları çoxdur. Ümumiyyətcə, fərqli sistemlərdə oynaya bilən bir komandadır, kollektivdir. Amma hər bir halda bizim üçün xoş oldu. Futbolçular meydanda düzdür, texnik səhvlərimiz oldu, amma ümumi ritmdən çıxmadılar, oyun ritmindən çıxmadılar. Və düşünürəm ki, cavab oyunu daha maraqlı olacaq və daha da çox düşünmək lazım olan bir oyun olacaq. Sizcə hava şəraiti hansı oyunu təsir göstərir? Mən belə şərtləri həmişə hər iki komanda üçün eyni sayıram, amma azarkeşlər üçün havanın sərin olması daha baxımlı oyun ola bilərdi. Futbolçular üçün asan deyildi oynamaq. Biraz isti çox idi və istər-istəməz həm çox enerji itirirlər, həm ümumiyyətcə gərgin oyunlarda daha enerji çox itirirlər və bəzən belə hallarda, hansı ki, belə birə-bir yaxşı oynaya bilən bir kollektivə qarşı enerjinin az olanda istər-istəməz istədiyini edə bilmirsən. Amma hər bir halda hər iki komanda üçün belə də şərtlər eyni idi. Ona görə bəlkə onlar üçün də mane oldu, bəlkə onlar daha aktiv olardılar. Belə sadəcə azarkeşlər üçün deyirəm ki, yaxşı, daha sərin hava olsaydı, daha baxımlı futbola baxardılar. İkinci sual vermədim. İkinci sual. Evlər günü çox istəkli, çox deyildir, canlı deyildir, oldu. Harasa start heyətə qayıtmaqla bağlı mesajını verir və nəzərə alsaq ki, Hollandada müzəlisinə geçəcək ola bilər ki, keşkələ uçanda davam edir. Zaten əsas heyətdə oynamaq üçün hazırlaşır, mübarizə aparır, məşqlərdə də aktivdir. Yəni, hələ mənim belə deyək, özüm də hələ əsas heyət tam formalaşdırmamışam, çünki biraz disbalans var komandada. Yəni, qarşıdakı günlərdə, qarşıdakı vaxtda bilinəcək ki, Elvin bu cür davam eləsə, əlbəttə ki, yaxşı olacaqsa, niyə qoymayım? İstər Elvin olsun, istər başqası olsun, istər digəri olsun. Ona görə bu dəyişikliklər hələ get-gedə daha çox olacaq. Qurban müəllim, səhv eləmirəmsə, ikinci dəfə bağlanırsanız səfər edəsiniz. İlk oyun Qurban olmuşdu. Erkən məlumat olsa səfərdə 7-2 hesablı qərarda qazanmışdınız. Bu Qarabağ həminki Qarabağdır, yoxsa körpünün altından çoxsa olmadı? Sonda nə dedin? Körpünün altı? Bir şeylər çox dəyişikliklər olmasa. Ümumiyyətcə, rəqiblər həmişə fərqli olur, biz də belə deyək də, hər il istər-istəməz dəyişikliklərimiz olur. İstər heyət baxımından, istər oyun baxımından. Çünki futbol o qədər inkişaf eləyir ki, biz bugün desək ki, biz həmin Qarabağıq, biz həmişə düşündüyümüz Qarabağdan biz daha yaxşı olmalıyıq. Əgər o fikir formalaşıbsa ki, Qarabağ güclüdür, Qarabağ yaxşıdır, belə bir fikir varsa, yəni o nəzərdə tutulursa, biz həmişə ondan daha yaxşı olmalıyıq. Adicə, yenə
öz əvvəlki fikrimə qayıdıram ki, yəni rəqib bizə qarşı sağ olsunlar, hamısı hörmətlə yanaşırlar, hamı bizə fərqli gözlə baxırlar və bizlə oyunlara istər Çempionlar Liqasının qrupunda olsun, istər Avroliqanın qrupunda olsun, yəni rəqiblər tam fərqli yanaşırlar. Daha ciddi, daha məsuliyyətli və eləcə də bu rəqiblər bu cür yanaşırlar və əgər biz bunu hiss ediriksə, biz ancaq daha yaxşı olmalıyıq. Bunu edə biləcək, bilməyəcək, bu qalır ikinci planda. Amma bizim fikrimiz, işimiz, niyyətimiz həmişə olduğumuzdan daha yaxşı olmaqdır. Bunu nə qədər bacarırıq, ola bilər bu bugün alınsın, sabah alınması, ola bilər 10 gündən sonra, ola bilər 1 ildən sonra alınsın, amma yəni biz olduğumuz yerdən həmişə daha yaxşı olmalıyıq ki, davamiyyətli, stabil nəticələrimiz olsun. Deməli, bəy soruşur ki, onlar sxemdə dəyişiklik ediblər. Deməli, keçən dəfə 3 nəfər çıxmışdı, bu dəfə 4 nəfər çıxıb hücumçu. Bu sizdə sual yaradıbmı? Onların oyun sxemasına aid sual. Bir daha xoş gəlmişsən. Yəni, çox az gözləyirdim bu sistemdə oynayacaq deyə. Bugünkü fikirləşirdim ki, son vaxtlar oynadığı oyun sistemini qoruyub saxlayacaq, amma yəni, bu ehtimalı da gözləyirdim. Belə deyək, əvvəlki sistemə daha çox hazırlaşmışdıq ona qarşı, nəinki bugünkü sistemə qarşı, amma futbolçular meydanda düzdür, biraz texnik səhvlərimiz çox oldu, amma buna baxmayaraq sona kimi oyundan qopmadılar və onların bizə qarşı hazırlığının belə deyək, qarşısını ala bildilər. Amma yəni, şübhə eləmirəm ki, Sofiyada da, Bolqariyada da ola bilər başqa sistemdə oynasın, onu da gözləyirik. Buyurun. Qurban müəllim, rəqib komandanın jurnalistləri olur, qonaqlar üçün neçə hesabı çox sevindirici oldu. Sizin üçün bu neçə nə deməkdir? Siz sürprizlə qarşılaşa bilərsinizmi cavab oyununda? Bir də ikinci sual, zədəli oyuncular var deyəsən, onların cavab oyuna qədər bərpa eləmək mümkün olacaq. Yəni, səfərdə oynayırlar, əlbəttə ki, sərfəli nəticə ilə dönürlər. Buna niyə də sevinməsinlər ki, məncə bəlkə də nəticədən çox komandanın göstərdiyi performansa görə ola bilər sevinsinlər. Çünki son vaxtlar biraz bildiyim qədər bəzi yazılarda narazılıq bildirilirdi komandadan, futbolçulardan ümumən. Amma bugünkü komanda yəni yəqin ki, göstərdiyi həm xarakterə görə, həm göstərdiyi performansa görə məncə ondan daha razı qalıblar, nəinki bərabərlikdən. Bu normaldır. Mən burada elə bir şey, ciddi bir şey görmürəm. O ki, qaldı cavab oyunundakı nəticəyə. Bəli, biz ora qalib gəlmək üçün gedəcəyik, inşallah, hazırlaşacağıq. Yəni, ümumiyyətcə, belə oyunlar elədir ki, mən burada sürpriz deyə belə bir şey biraz bəlkə bunu qəbul eləmərəm. Çünki aşağı-yuxarı hər iki komandanın ümumi belə deyək, bacarığı eynidir və hər ikisi belə köklü komandadır, hər ikisi Avropa təcrübəsinə malik bir komandalardır. Burada yəni, biz hansısa bir lap böyük bir komanda deyilik ki, bizə qalib gəlmək nasıl bir sürpriz və yaxud biz uduzluq nəsə bir sürpriz olsun. Yəni, bu komandanın gücü var ki, yəni, biz səviyyədə komandaları qalib gəlməyə. Sadəcə bu bizə, yəni buradakı oyun bizə əlavə bir motivasiya, əlavə bir məsuliyyət verdi və %100 biz cavab oyununda daha diqqətli oynamalıyıq, daha səliqəli oynamalıyıq. Çünki həm yaxşı məşqçiləri var, hansı ki öz klub yetirməsi, hansı ki öz hörməti olan, yəni bu klub azərkeşləri ona böyük hörməti olan bir futbolçudur və olub əvvəl, indi də yəni görürsünüz ki, hər dəfə bəzi fərqli sistemlər eləyir. Yəni bu onu göstərir ki, daima öz üzərində çalışan, daima rəqibi analiz edən, daima istənilən rəqibə qarşı düzgün oyun qurmağa çalışan bir məşqçiləri var. Ona görə mən buna sürpriz kimi baxmıram. Biz sadəcə çalışacağıq ki, qalib gəlməyə səfərdəki oyunda, yəni
bizim də gücümüz var onlara qalib gəlməyə. Mən deyərdim ki, elə bugün bir daha göstərir, onların da gücü var bizə qalib gəlməyə. Məncə maraqlı oyun olacaq. Maraqlı oyun olacaq. Mən hər iki komandaya uğurlar arzulayıram ki, ən əsası həm rəqib azarkeşləri, həm də bizim azarkeşlər belə deyək, oyundan həzz alsınlar. Bunlar Sivas oyuna sonradan daxil iştirakları yaxşı təsir bağışladı. Hazırlıq səviyyəsi hansı idi və növbəti oyunlarda 90 dəqiqə oynaya Düzdür, hələ tam hazır deyil. Biz də bildiyiniz qədər daha gec qoşulub komandaya, kollektiv məşqlərə. Qarşıda yenə bir 5-6 günümüz var tam hazırlaşmağa. Dəqiq deyə bilməyəcəm. Qarşıdakı oyuna ilk dəqiqələrdən ola bilər, hazır olarmı 90 dəqiqə oynamağa, amma yenə baxacaq. Oyuna baxandan sonra, oyunu analiz etdikdən sonra ümumi heyət formalaşdıracağıq. Hətta ola bilər ki, 60 dəqiqə gücü olsun, ondan ilk dəqiqələrdən istifadə edək və yaxud əksinə yenə sonradan istifadə edək, meydana buraxaq. Yenə qarşıdakı günlərdən asılı olacaq, amma hələ öz optimal formasından uzaqdır. Adətən, yəni, rəqibdən asılı olmayaraq, ən güclü rəqib olsa belə Qarabağ onun ərzində minimum 5-6 gol oyuna girir Real'da, amma bu gün onu görə bilmədik. Əslində, bunu onunla əlaqələndirmək olar ki, yeni futbolcular gəlir və bu yeni sistemə, yəni futbolcular üçün yeni sistemdir. Bunu öyrəşməkdən, adaptasiya prosesindən keçirlər. Yeni futbolcular, yəni komanda adaptasiya prosesindən keçirlər, həm də sistemə. Ondan irəli gələn bir şeydir bu. Bu səbəblər çoxdur. Yəni, həm yeni kollektiv, həm ümumi hazırlıq, həm rəqib, yenə qeyd edirəm ki, çox bərk rəqib idi, çox əlaqəsi müdafiədə çox bacarıqlı bir kollektiv idi. Və baxmayaraq ki, çox sürətli əksiyonları var idi, o da öz yerində, amma ümumən belə sanki müdafiədə o cür, belə deyək, müdafiə olunmaqdan, hansı ki, birə-bir mübarizədən həzz alırdılar. Yəni səbəblər bir neçə dənədir, amma ümumən belə, yenə də əlbəttə ki, mən dəfələrlə bildirmişəm ki, biz bəzi nüanslar var, onu özümüzdə axtarmalıyıq və onu yaxşılaşdırmalıyıq. Necə? Düşünmürəm ciddi olsun, amma yenə də sabah bilinəcək yəqin. Sadəcə ikili kontakt idi, inşallah problem olmalı deyil. Çox sağ olun. Благодарю всех за вопросы и за всечку. TVNet-ə qoşulun. 130-dan çox Sili kanalı və Avropanın populyar çempionatlarını Smart TV-də, planşetdə, smartfonda istənilən yerdə izləyin. Ətraflı məlumatı tvnet.az saytından və ya 055 500 53 35 WhatsApp nömrəsindən ala bilərsiniz.